Elnur qardaşımızı dünən mürəkkəb fistul əməliyyatı icra elədik. Şükürlər olsun. Özünü rahat hiss eləyir. Hə, superdir doktor. Mənim sözlərimi də təsdiqləyər. Uzun müddət bu problemlə yaşayıb, qorxudan, yəni mütəxəssis axtarışında olub. Şükürlər olasın. Yəni sonda bizi tapıb. Özü də bilgilidir, savadlı oğlanlardandır. Bilib ki, bu işin mütəxəssisləri var. Yəni proktoloqlar bu işlərlə məşğul olur. Orada əməliyyatdan sonraki ağırlaşmalar, ciddiliyin olması haqqında bilgilidir. Şükürlər olsun. Dünən əməliyyatını icra elədik. Bugün özünü rahat hiss eləyir. Mürəkkəb fistul olmasına baxmayaraq bütün əzəlləri tam ayırmışıq. Yəni gələcəyində heç bir fəsad, heç bir qorxu artıq yoxdur. Öz əmək fəaliyyətinə bir həftədən sonra tam şəkildə qayıda bilər. Buyur qardaşım. Çox sağ olun doktor. Mən çox araşdırdım ki, bu əməliyyatı kim elətdirim, dedilər rayonda elətdir. Dedilər, dedim, yox, mən bunun mütəxəssisini tapıb, immeni, yəni ki, bu işin uzmanına bu işi gördürəcəm. Ona görə anar doktoru tapıb, ona əməliyyatını elətdirdim. Çox sağ olun, çox var anar doktor. Allah şəfanı versin qardaşım. Razı qaldın mı məndən, kollektivdən? Bəli, çox sağ olun. Xidmətdən? Hər şeydən razı qaldım doktor, narahatçılıq. Allah razı olsun. Allah şəfanı da versin qardaşım. Sağ ol. Təşəkkür edirəm. Çox sağ ol. Çox. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.